Salam, dəyərli Zehinpod dinləyiciləri, hər birinizi xoş gördük. Salamlar. Bugün yenə çox maraqlı bir mənbənin dərinliklərinə səyahət edəcəyik. Əlimizdə Ahmet Arslanın İlk Çağ Filosofiya Tarixi seriyasının birinci cildi var. Sokrat öncəsi Yunan fəlsəfəsi. Bəli, qərb düşüncəsinin demək olar ki, beşiği sayılan bir dövrə baxacağıq. Çox fundamental sualların qoyulduğu bir zaman. Məqsədimiz də məhz budur, bu ilk mütəfəkkirləri anlamaq, onları fərqli edən nə idi və əlbəttə Arslanın özünün bu zəngin tarixə yanaşmasını biraz araşdırmaq. Gəlin görək, bu filosofları inqilabi edən nə idi əslində? Elə başlanğıc üçün Arslanın yanaşması çox önəmlidir məncə. Çünki o, bilirsiniz, fəlsəfə tarixinə sadəcə bir tərəqqi xətti kimi baxmır. Yəni, bu filosof o birindən daha yaxşıdır demir. Yəni, bir növ köhnə fikirlər səhv, yenilər düz kimi bir yanaşma yoxdur. Qətiyyən. Əsas məsələ ideyaların bir-biri ilə necə əlaqə qurduğunu, bir-birinə necə cavab verdiyini anlamaqdır. Sanki bir dialoqdur. Ona görə də Arslan fəlsəfə tarixi yox, fəlsəfələr tarixi ifadəsini işlədir. Kontekst vacibdir, amma fokus ideyaların özündədir. Bu çox maraqlı yanaşmadır. Deməli, biz burada bir növ fikirlərin təkamülünü yox, onların qarşılıqlı əlaqəsini izləyəcəyik. Yaxşı, bəs onda gəlin o böyük sualdan başlayaq. Arxe, yəni hər şeyin başlanğıcı, təməli, ilk prinsipi nədir? Millətli filosoflar deyəsən bununla çox baş sındırıblar. Taleslə başlayaq, onu ilk filosof sayırlar axı. Bəli, Tales. Çox vaxt ilk filosof kimi adı çəkilir. Onun arxesi, yəni ilk prinsipi su idi. İndi bizə bəlkə də biraz sadə görünə bilər bu fikir. Hə, niyə məhz su? Baxın, o dövrdə hər şey əfsanələrlə, tanrıların iradəsi ilə izah olunurdu. Tales isə çıxır deyir ki, yox, bəlkə də hər şeyin kökündə təbii, müşahidə edilən bir maddə dayanır. Su. Su həyat üçün vacibdir, forması dəyişir, buz olur, buxar olur. Yəni, bu mifdən ağla, təbii izahata doğru atılmış həqiqətən də çox böyük bir addım idi. Dünyanı fövqaltı təbii qüvvələr olmadan izah etmə cəhdi idi bu. Aydındır, amma sonra səhnəyə Anaksimander çıxır və deyir ki, yox, ilk prinsip su kimi konkret bir şey ola bilməz. O, apeiron anlayışını gətirir. Bu nə deməkdir? Sərhədsiz, qeyri-müəyyən, niyə belə abstrakt bir şey? Bu doğrudan da inanılmaz bir sıçrayış idi. Anaksimanderın məntiqi belə idi. Əgər arxe su kimi müəyyən bir şey olsaydı, məsələn, od necə yarana bilərdi? Su ilə od bir-birinə ziddir axı, su odu söndürərdi. Deməli deyirdi, başlanğıc elə bir şey olmalıdır ki, özü müəyyən bir element olmasın, amma bütün əkslikləri, isti, soyuq, quru, nəm özündə potensial olaraq saxlasın və onlara çevrilə bilsin. Yəni neytral bir başlanğıc kimi. Bəli, tamamilə qeyri-müəyyən, sərhədsiz apeiron. Bu, o dövr üçün çox dərin bir abstraksiya idi. Hətta kainatda bir növ ədalət anlayışı da gətirirdi. Deyirdi ki, elementlər bir-birinin haqqına girəndə, yəni biri digərini üstələyəndə, apeiron onları yenidən tarazlığa qaytarır. Maraqlıdır, bəs Anaximenes, o da millət məktəbindəndir, o deyəsən yenidən konkret bir şeyə qayıdır, havaya. Onun fərqi nə idi? Hə, Anaximenes arxeni hava olaraq gördü. Amma onun əsas yeniliyi bilirsiniz nə idi? O, dəyişikliyin mexanizmini izah etməyə çalışdı. Necə yəni? Deyirdi ki, hər şey havanın sıxılması və seyrəkləşməsi nəticəsində yaranır. Hava seyrəkləşəndə od olur, sıxılanda isə əvvəlcə külək, sonra bulud, sonra su, torpaq və nəhayət daş əmələ gəlir. Baxın, ilk dəfə bir filosof dəyişikliyin necə baş verdiyini konkret bir fiziki proseslə, sıxılma və seyrəkləşmə ilə izah etməyə cəhd göstərirdi. Üstəlik, havanı nəfəs və ruhla, pneuma ilə əlaqələndirirdi, yəni həyatın əsası kimi görürdü. Deməli, millət məktəbi, Tales, Anaksimandr, Anaximenes, onlar əsasən təbiətin təməl maddəsini axtarırdılar. Amma sonra fəlsəfədə tamam başqa bir mübahisə başlayır. Sanki daha fundamental bir qarşı durma. Heraklit və Parmenid. Biri deyir hər şey dəyişir, o biri deyir heç nə dəyişmir. Bu necə olur? Bax, bu fəlsəfə tarixinin ən dramatik və fundamental qarşıdurmalarından biridir. Oluş, dəyişmə
və varlıq, sabitlik problemi. Heraklit, Efesli Heraklit, reallığın özünü daimi bir axın, bir proses, dəyişmə olaraq görürdü. Onun məşhur ifadələri var. Hər şey axır, pantareyi, eyni çaya 2 dəfə girmək olmaz. Çünki həm çay dəyişir, həm də sən özün. Düzdür. Onun üçün arxe də od idi. Niyə od? Çünki od daima dəyişən, hərəkətdə olan, yeyib bitirən bir şeydir. Dəyişmənin özünü simvolizə edir. Amma bu, xaotik bir dəyişmə deyildi. Heraklitə görə bu dəyişməni idarə edən bir qanun, bir nizam, bir universal ağıl var, logos. Yəni, dəyişmənin özünün bir məntiqi var. Bəli. Və çox maraqlıdır ki, Heraklit birliyin ziddiyyətlərin mübarizəsindən yarandığını düşünürdü. Məşhur sözü var, müharibə hər şeyin atasıdır. Yəni gərginlik, mübarizə, ziddiyyət, bunlar reallığın özüdür. Harmoniyanı yaradan bunlardır. Hər şey nisbidir. Bir şey həm yaxşı, həm pis ola bilər, fərqli baxış nöqtələrindən asılı olaraq. Vay, bu çox, necə deyim, dinamik bir dünya mənzərəsidir. Amma sonra gəlir Parmenid və deyir ki, bunların hamısı illüziyadır. Dəyişiklik əslində yoxdur. Bu necə ola bilər axı? Gözümüzlə görürük dəyişliyi. Parmenidin argumenti tamamilə soyuq məntiqə əsaslanır və həqiqətən də sarsıdıcıdır. O, Eleo məktəbinin banisidir. Deyir ki, düşünək, var olan vardır, var olmayan yoxdur. Bu, onun başlanğıc nöqtəsidir. Yaxşı, bu aydındır. Və sonra? Buradan çox kəskin nəticələr çıxarır. Əgər bir şey həqiqətən varsa, o heç vaxt yoxdan yarana bilməz. Çünki yox zaten yoxdur. Və var olan bir şey yoxa çevrilə də bilməz, çünki yenə yox yoxdur. Deməli, əsl varlıq necə olmalıdır? O əbədi olmalıdır, başlanğıcı və sonu olmamalıdır, dəyişməz olmalıdır, çünki dəyişmə bir şeyin olmadığı bir şeyə çevrilməsi deməkdir, bölünməz olmalıdır, çünki bölünmə hissələr arasında boşluq tələb edir, boşluq isə var olmayan deməkdir. Tərpənməz olmalıdır və tək vahid olmalıdır. Bir dəqiqə. Yəni, bizim gördüyümüz bütün o rəngərəngilik, hərəkət, dəyişmə, bunlar həqiqi deyil. Parmenidiyə görə, bəli, bunlar hisslərimizin bizi aldatmasıdır. Hisslər etibarsızdır. Həqiqəti, əsl varlığı bu tək əbədi, dəyişməz reallığı ancaq və ancaq ağıl vasitəsilə dərk edə bilərik. Məntiq bunu tələb edir. Boşluq belə mümkün deyil. Çünki boşluq var olmayandır. Bu, inanılmaz dərəcədə radikal bir fikirdir. Deməli, o bizi çox çətin bir seçim qarşısında qoyur. Ya soyuq məntiqə inan və gündəlik təcrübəni inkar et, ya da hisslərinə və təcrübənə və məntiqi ziddiyyətləri qəbul et. Sonraki filosoflar yəqin ki, bu iki qütb arasında qalmışdılar. Necə həll etməyə çalışdılar bu dilemmanı? Tam olaraq, Parmenidin bu kəskin məntiqi sonraki bütün Sakrat öncəsi fəlsəfiyyəyə demək olar ki, istiqamət verdi. Hər kəs bir şəkildə Parmenidə cavab verməyə çalışırdı. Məqsəd buydu. Parmenidin məntiqini tamamilə rədd etmədən, eyni zamanda müşahidə etdiyimiz dəyişiklik və çoxluğu necəsə izah etmək. Kimlər idi onlar? Məsələn? Məsələn, Empedokl 4 ünsürü, od, hava, su, torpaq və 2 qüvvəni, sevgi və nifrəti qəbul etdi. Bu ünsürlər özləri dəyişməzdir, Parmenid kimi, amma sevgi onları birləşdirir, nifrət ayırır və beləcə dəyişiklik yaranır. Sonra Anaksagor sonsuz sayda kiçik toxumlar, spermata və onları hərəkətə gətirən bir ağıl, nous ideyasını irəli sürdü. Amma bəlkə də ən məşhur cavab atomistlərdən Levkip və onun şagirdi Demokritdən gəldi. Atomlar. Bu bizə daha tanışdı. Onların həlli necə idi? Çox zərif bir həll idi. Dedilər ki, reallıq 2 təməl prinsipdən ibarətdir. Sonsuz sayda kiçik, bölünməz, bərk, əbədi və dəyişməz hissəciklər, atomlar. Yunanca atomas bölünməz deməkdir. Bu atomlar öz keyfiyyətlərinə görə Parmenidin varlığına bənzəyir. Və ikinci prinsip boşluq, kənon. Amma Parmenid boşluğu inkar edirdi axı. Bəli, amma atomistlər dedilər ki, boşluq var olmalıdır. Çünki atomların hərəkət edə biləcəyi bir yer lazımdır. Atomlar özləri dəyişmir, amma onlar boşluqda daim hərəkət edir, toqquşur, birləşir və ayrılırlar. Bizim gördüyümüz bütün cisimlər və bütün dəyişikliklər
bu atomların fərqli formalarda birləşməsinin və ayrılmasının nəticəsidir. Beləcə, həm Parmenidin dəyişməz təməl vahidlər ideyasını saxladılar atomlar, həm də boşluğu və hərəkəti qəbul edərək dəyişikliyi və çoxluğu mümkün etdilər. Həqiqətən də çox məntiqli bir uzlaşma cəhdi kimi görünür. Bütün bu müzakirələr, arxe axtarışından tutmuş, varlıq və oluşun bu böyük mübarizəsinə, atomlara qədər, bunlar sadəcə qədim dövrün maraqlı fikirləri deyil yəqin ki. Bizim üçün, bugünkü dinləyicimiz üçün əhəmiyyəti nədir bütün bunların? Niyə bu qədər uzaq keçmişə baxırıq? Çox vacib sualdır, çünki bu sadəcə tarix dərsliyi deyil, əslində bizim düşüncə tərzimizin, Qərb sivilizasiyasının intellektual DNT-sinin formalaşması prosesidir. Bu insanlar ilk dəfə dünyanı, kainatı anlamaq üçün əfsanələrə, miflərə deyil, ağıla, müşahidəyə, məntiqə üst tutdular. Onların qoyduğu suallar reallıq nədir, bilik necə mümkündür, dəyişmə nədir, yaxşı nədir? Bunlar hələ də fəlsəfənin cavab axtardığı əsas suallardır. Yəni, bugünkü elmi və fəlsəfi düşüncənin təməlləri o dövrdə atılıb. Böyük ölçüdə bəli, rasionallıq, tənqidi düşüncə, təbii izahat axtarışı, bütün bunlar onların mirasıdır. Və bu təsir təkcə qərblə məhdudlaşmayıb, bilirsiniz. İslam fəlsəfəsi də Yunan fəlsəfəsi ilə çox dərin dialoqda olub, onu mənimsəyib, şərh edib və inkişaf etdirib. Fəlsəfə, kəlam kimi cərəyanlar bunun bariz nümunəsidir. Ahmed Arslanın kitabı da məhz bu zəngin, çoxşaxəli irsi anlamaq üçün həqiqətən də çox dəyərli bir qaynaqdır. Beləliklə, bugün Ahmed Arslanın bələdçiliyi ilə arxe axtarışından başladıq, millətli təbiət filosoflarını tanıdıq, sonra Heraklitin dinamik axını ilə Parmenidin sarsılmaz varlığı arasındakı o böyük uçuruma baxdıq və nəhayət atomistlərin bu dilemanı necə həll etməyə çalışdığını gördük. Çox zəngin bir intellektual səyahət oldu. Həqiqətən də. Və bəlkə də sonda dinləyicilərimizi düşünməyə vadar edəcək bir sual da ortaya ataq. Arslan fəlsəfi ideyaları bir-biri ilə dialoqda anlamağın vacibliyini vurğulayır. Baxın, Heraklit və Parmenid kimi tamamilə fərqli, hətta bir-birinə zid nəticələrə gələn iki dahini düşünün. Sizcə, bir filosofun dünya haqqındakı o ən fundamental qənaətlərini formalaşdıran şey nədir daha çox? Soyuq məntiqi arqumentlərin gücü, yoxsa onların daha dərinlərdə yatan bir intuisiya, bir dünya görüşü, həyata fundamental baxış tərzi? Məntiq, yoxsa dünya görüşü? Bəlkə də hər ikisi bir yerdə. Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir məsələdir. Bugünkü dərin araşdırmamız üçün sizə təşəkkür edirəm. Dəyərli dinləyicilər, ümid edirik ki, bu söhbət sizin üçün də maraqlı və faydalı oldu. Əgər Zehin Podu bəyənirsinizsə, bizi izləməyi, podkastımızı bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Bu bizim üçün böyük dəstəkdir. Sağ olun ki, bizimlə idiniz. Gələn görüşlərədək. Hələlik.